Baxın, xalq artisti adı bu dövlətin verdiyi rəsmi bir statusdur. Bu statusu daşıyan, xalq artisti adını daşıyan hər bir müğənni bu xalqı, bu xalqın milli mədəniyyətini təmsil edir. Sizcə digər xalq artistləri layiqincə təmsil edirlərmi? Məsələn, başqa kimlər layiqincə təmsil edir? Adlarını yazın, biz də öyrənək. Xalq artisti var ki, səhnəyə sinəsi açıq çıxır. Sinəsinin 90% bayırdadır. Bizə o xalq artistinin sinəsi lazımdırmı? Məsələn, mən görmək istəmirəm. Mən bir Azərbaycan vətəndaşı olaraq xalq artistimi çılpaq görmək istəmirəm. Bu bu xalqın adına layiq görmək istəyirəm. Çox yaxşı olar ki, bizim parlamentimiz yeni qanun layihəsi hazırlasın, məhz xalq artistləri ilə bağlı və orada müəyyən məhdudiyyətlər olsun. Geyim kodeksi olsun. Geyim kodeksinə əməl etməyən müğənnilərin əlindən xalq artisti adı alınsın və seçim olsun. Ola bilsin ki, bir müğənni desin ki, mən xalq artisti olmaq istəmirəm. Çünki bu adı qəbul etsəm, səhnəyə çılpaq çıxa bilmərəm. Mən də istəyirəm Shakira kimi, Jennifer Lopez kimi çılpaq çıxım. Kim istəyir, getsin çılpaq çıxsın. Yox, xalq artisti adını qəbul edirsinizsə, o zaman bu adı layiq şəkildə geyinin. Ayıbdır. Vallahi ayıbdır.